Qövsi Təbrizinin gözəl bir beyti var. Buyurur ki, çıxmaz nəvayət səngi kimi pərdədən səsim. Ustadı eşq bəscə burubdur qulağımı. Yəni səngin nəvası kimi mənim səsim pərdədən çıxmaz. Çünki eşq ustadı qulağımı vurubdu. Səng simli musiqi alətidir və digər bilinən adı isə arfadır. Beytdə işlənən pərdə və qulaq vurmaq ifadələri eyhamdır. Səng ustaları, çalğıçıları səngi kökləyərkən onun simlərini gərmək üçün, boşaltmaq üçün aşıqlarına vururlar. Və bunu da şair səng alətinin qulağının vurulmasına bənzədir. Bu ifadə kinayəli şəkildə işlənib, yəni bir kəsin, xüsusən də ustadın öz tələbəsinin qulağına vurması, tələbənin görəcəyi işdə diqqətli olması üçündür. Tərbiyə, tənbih və cəza məqsəd daşıyır. Bu ifadə dilimizdə qulaq vurması vermə şəklində də işlənir. Pərdə isə gizlilik mənasında kinayədir. Yəni səsim pərdədə qalar, aşkara çıxmaz. Aşiqin səsi səngin nəvası kimi pərdədən yüksəlmir. Çünki ona bu qulaq vurmasını verən adi ustad yox, eşqdir. Həmçinin maraqlı bir cəhət də budur ki, əslində beytdə işlənən səng sözü eyhamı tənasübdür. Yəni bu sözün əl mənasını da sadəcə olaraq yadımıza salır. Çünki qulaq vurmasını əllə verirlər. Beytdə işlənən nəva sözü isə nəva muğamını xatırladır. Aşiq səng kimi nəva salmır. Çünki onu eşq tərbiyə etmiş və ruhiyyəsini kökləmişdir.